Hi, Ben. How are you? I haven't seen you in class for a while. Good, thanks. You? Great. Are you okay? I have to admit, I'm struggling a lot. I've not been sleeping well at all, and then I can't concentrate. Hmm, that doesn't sound good. Well, being honest, it's more than that. I'm starting to fear going outside. I find myself worrying about stupid things, like what if I forget the way to my home? It sounds even more stupid when I say it out loud. It doesn't sound stupid at all. Really? Yes, I still have bad days. I used to have panic attacks and everything. When you were trying to leave the house today, how did you feel? Like I couldn't breathe. Hmm, that sounds like a panic attack. I thought I was going to die. How did you get over them? I actually talked to a doctor about it, and you should too. But I learned some practical things as well. So one thing I did was to try to reduce the power of the anxiety and the panic attacks when they came. So at a time when you're feeling safe and okay, you do things that make your heart start racing faster and your breathing speed up. That sounds awful. It is. But as you get used to the symptoms, you feel less scared. Right. Then you have to deliberately do the things that usually make you feel panic. And what did you do if a panic attack came anyway? I had a distraction plan. So I walked everywhere instead of taking the bus because the exercise helped. But also I did things like counting trees or red cars or something. Salam, mən İbrahimova Şəbnəm. Stimel Tədris Mərkəzinin may ayında keçirdiyi sonuncu magistr sınavının ingilis dili suallarına baxacaq sizlə birlikdə. Beləliklə ilk 5 listening sualından başlayaq. Əvvəlcədən dinlədiyimiz üçün birbaşa suallara baxırıq həmişə olduğu kimi. Birinci sualda hansı suala cavab var onu soruşur. Burada cavab B variantıdır. Çünki səsin əvvəlində də Ben öz çətinlik çəkdiyi problemlərdən danışdı, hansı ki, yuxu problemi var idi və o onun konsentrasiya olmasına əngəl olurdu. Burada da sual What has happened to Ben? Yəni Benə nə olmuşdu? Səsin əvvəlində Benin problemlərindən danışdığı üçün bu suala konkret cavab var. Birinci sual B variantı. Elə ikinci sual da birlə əlaqəlidir əslində. Çünki orada yuxusuzluq səbəbindən konsentrasiya olmamağı haqqında danışırdı. Ona görə də mətndən aydındır ki, Ben cannot concentrate because of poor sleep. Yəni zəif yuxusuna görə konsentrasiya ola bilmir, fokuslana bilmir. Üçüncü sualda isə Benin çöldə olarkən etdiyi axmaq şeylərin növləri, yəni nədən danışırdı? Orada forget the way home kimi bir cümlə işlətdi. Yəni evin yolunu unutmaq. Amma burada biraz fərqli formada yazılıb. To fail to remember the way, yəni xatırlamaqda çətinlik çəkmək kimi. Xatırlaya bilməmək, amma səsdə başqa cür deyilirdi. Sinonim cümlədən istifadə olunub burada. Ona görə amma məna eynidir. 3A variantı. Dördüncü sualda Clara'nın panik atakdan qurtulmaq üçün etdiyi şeylər nə idi? Orada to reduce the anxiety attack deyir, yəni narahatlığı azaltmağa çalışır. Burada isə reduce yerinə lessen verilib. Reduce'un sinonimidir, yəni bildiyimiz kimi mətnlərdə və listeningdə, dinləmədə çoxlu sinonimlərdən istifadə olunur. Bu da onlardan biridir. Yəni reduce səsdə deyir, amma burada lesson verir. İkisi də eyni mənaya gəlir, çıxır. Beşinci sualda isə dialoqa əsasən düzgün cümləni istəyir bizdən. Ümumi bir fikirdir əslində bu. Bu da B variantıdır. Elə burada yazılıb. Ben wants to deal with his psychological problems. Hansı ki onun yuxusuzluğuna görə, sonra panik atakına görə,
nəfəs ala bilməməyi idi. Sonra bunlar hamısı psixoloji problemlər olduğu üçün onları həll eləmək istəyir. Deal with, yəni həll eləmək istəyir o problemlərini. Ona görə də 5-də də B variantıdır düzgün cavab. Mətnlərlə davam eləyirik. Davam eləyirik. Deməli, in the past, the native people of Canada could not use nature for their needs. Yəni, əvvəlki dövrlərdə, qədim dövrlərdə, keçmişdə Kanadanın əhalisi, yerli əhalisi ehtiyacları üçün öz təbii sərvətlərindən istifadə eləmirdilər. Amma mətndə qeyd olunub ki, bu cümlədə, bu hissədə, nature, every item of their culture was obtained from nature. Yəni, onların mədəniyyətindən gələn hər bir şey, maddə təbiətdən götürülürdü. Yəni, təbiətdən əldə olunurdu. Ona görə də bursa couldn't dediyi üçün 6.1-də false-dur. Çünki true olmalıdır. Üzr istəyirəm. False-dur, yəni not olmamalıydı, yəni düz olması üçün. İstifadə edirdilər çünki. 6.2-də the purpose of moving from place to place was to find more fertile lands. Onların bir yerdən başqa yerə köçməyinin məqsədi münbit torpaqlar, daha münbit torpaqlar tapmaları idi. Bu da səhvdir. Çünki məqsəd orada münbit torpaq tapmaq deyil. Mətndə qeyd olunub. These people traveled from place to place following the animals they would hunt and look for və s. Yəni, ovlamaq üçün heyvanlar tapmağa, sonra giləmeyvə və meyvələr toplamağa, axtarmağa görə gedirdilər hər hansı başqa yerlərə. Yəni, torpaq üçün deyil, qida tapmaq üçün gedirdilər. 7-ci 6.3-də bir dəqiqə. 6.3-də isə yerli əhalinin uşaqlarının təhsil alması ilə bağlı heç bir narahatlığı yox idi, deyir. Bu düz olacaq. Çünki onlar həm təhsil almırdılar, həm də ümumiyyətlə işlə bağlı, gələcəklərlə bağlı heç bir narahatlıqları yox idi. Mətndə qeyd olunub. Baxın bu hissədə. These children did not ever have to go to school. They did not have to study to get into a prestigious college, nor did they have to worry about finding a job after graduation. Yəni bitirəndən sonra işlə bağlı da narahatlıqları yox idi, təhsil almaqla da bağlı bir narahatlıqları yox idi. Ona görə də düzdür. Sonra Buffalo ovu özü ilə bərabər ciddi təhlükələr də gətirirdi, daşıyırdı. Bu da düz olacaq. Burada hazard verilib, amma mətndə burada baxın. There were also great dangers including the buffalo hunt. Yəni danger verib, orada hazard verib. Eyni şeydə əslində sinonimdir. Özü ilə bərabər, yəni buffalo ovu özündə başqa böyük təhlükələri də daşıyır. Bunları silib davam edirik. 7-ci sualla davam edirik. Buffalo ovu, tayfalar arasında olan buffalo ovu və müharibələr deməli həmin dövrün bəzi çətinliklərindən biri idi də. Bayaq qeyd elədiyimiz kimi, necə ki 6.4-də true çıxmışdı. Yəni özü ilə bərabər çətinliklər ehtiva eləyirdi. Eyni qaydada burada da hardship, mətndə isə dangerous kimi göstərilib, çətinliklər, təhlükələr və s. O dövrün problemləri bunlar idi, müharibə və buffalo ovu. 8-ci sualda isə Kanadanın yerli, yaşlı əhalisi daha gənclərlə, yəni özlərindən gənclərlə
vaxtlarını necə keçirirdi? Sual belədir. Burada da A variantı olacaq. They told stories describing the ancient times. Yəni o dövrü təsvir eləyən hekayələr danışırdılar. O da mətndə axırlarda qeyd olunmalıdır. Burada. Burada məşğuliyyətlərdən danışırlar və sonda da the old people tell stories and legends from long ago. Yəni qədim dövrə aid hekayələri danışırdılar. 9-cu sualdan davam edirik. Surrounding sözünün mənası nədir? Surrounding ümumiyyətlə bizə əhatə edən hər şeydir, yəni. Ona görə də D variantı, ətraf. Everything that are around or near somebody or something. Yəni ətrafımızda olan kimsə və ya nəsə, hər şey bizim surroundingimiz, ətraf mühitimiz adlanır. 10-cu sualda isə açıq sualda bildiyimiz kimi cavabı olanları istəyir, hansı suallara cavab var. Düzgün variant 1 və 2 olacaq. Yəni 1 və 2-ci cümlələr düzgündür. İndi baxaq hansılardır. Daha doğrusu birinci sualda isə hansı çətinliklərlə üzləşirdilər uşaqlar, o dövrün uşaqları. Bayaq qeyd elədiyimiz kimi Trufosda həm təhsillə bağlı problemləri var idi. Həm burada qeyd olunub qışlar çox uzun və soyuq idi. Sonra tayfalar arasında müharibələr var idi. Bufalovu da özündə təhlükələr daşıyırdı. Yəni bir neçə problemlər, çətinliklər var idi o dövrün insanları üçün. Burada da çətinliklərin növlərini soruşduğu üçün, yəni bir-bir saya bilərik. Ona görə biri götürürük. Bir də 2-ni götürürük. Hansı ki, o dövrün insanların hansı məşğuliyyətləri var idi? Məşğuliyyətlərinin növlərini soruşur. O da sonda qeyd olunan hissədə deməli balıqçılıq, giləmeyvə toplamaq, ovlanmaq, meşələrdə ovlanmaq, sonra od ətrafında rəqs eləmək və yaşlı insanların danışdığı hekayələri dinləmək. Bunlar onların ən sevdiyi məşğuliyyətləri idi. Amma digər suallar ki var, 3, 4 və 5 bunlara konkret olaraq cavab yoxdur deyə. Məsələn, sualda why deyə soruşursa, ola bilər bu cümlə var. Okey, tayfalar bir-birinlə döyüşürdü, amma sual olaraq why-dir. Yəni niyə döyüşürdülər? Niyəsinə cavab yoxdur. Və yaxud da Avropalılar nə vaxt çatdı? Tarix yoxdur. Nəyə görə paltarlarını heyvan dəriləri ilə örtürdülər, bəziyirdilər. Ona da yenə why sual olduğu üçün yəni cavab yoxdur. Konkret cümlə özü var, amma nə üçünə cavab yoxdur deyə bunu götürmürük. 3, 4, 5 yoxdur, 1, 2 düzgün cavabdır. Silib davam edirik yenə növbəti mətndən. Davam edirik. 11.1-də burada yazılıb. Deməli, Amerikanın film sənayesi həm də yeni bir şəhərin yaranması ilə eyni vaxtda yarandı kimi bir cümlə var burada. Bu düzdür. Çünki ikinci abzasda qeyd olunub. Düzdür, burada abzasların nömrələri düşməyib. Amma var. Baxın, burada mətnin başlanğıcında 20-ci əsrin əvvəlləri ilə başlayan bir cümlə var. Yəni, yeni bir şəhər yaranmağa başladı və s. Sonra at the same time, new industry, yəni eyni zamanda, eyni anda, yəni şəhərin başladığı anda həm də yeni bir sənaye, kino sənayesi yaranmağa başladı. Yəni bu düzdür, eyni anda yaranıb deyə, eyni dövrlərdə də, təxmini eyni dövrlərdə, ona görə true. Keçirik digər suala. Deməli, Kaliforniya yeni filmlər çəkmək üçün uyğun görülmürdü. Yəni, çox da uyğun görünmürdü kimi bir cümlə var. Bu səhvdir.
Çünki 3-cü abzasda qeyd olunub ki, deməli, bu hissədə in California ilə başlayan hissədə they could make films all the year and everything was cheaper. Deməli, hər şey ucuz idi əslində orada. Sonra çoxlu torpaqlar var idi satılığa qoyan, satılan yəni və orada Hollywood adlanan yeni stüdyolar, geniş yeni stüdyolar tikilmişdi. Hansı ki Hollywood adlanırdı. Yəni əslində uyğun idi film çəkilməyə. Uyğun deyildi yazdığı üçün səhvdir. Deməli 11.2 oldu false. Sonra 11.3-də bunu silək. Deməli 11.3-də isə deyir, bəzi çatışmayan tərəflərinə baxmayaraq, hələ də film yaradan şirkətlər mövcuddur, exist mövcuddur deməkdir. True. Mətndə də yazılıb bura bir dəqiqə. Aşağı hissələrdə olmalıdır. Tamam. Deyir ups and downs, yəni enişli yoxuşlu yolları olsa belə bu şirkətlərin əksəriyyəti hələ də var. But most of them are still there. Hələ də mövcuddur. Burada da exist demişdi zaten, ona görə doğrudur. Sonra 11.4-də burada əslində cümlə düzdür. Amma 1910 yox, 1925 olmalı idi. Yəni 1910-dan sonra yox, 25-dən sonraydı. İndi o tarixini sizə göstərəcəm. Baxın elə burada. Talkies first appeared in 1925. Tarixə görə səhvdir. Silib digər suallarla davam edirik. 12-ci sualda bizdən 3-cü paraqrafın başlanğıcına uyğun olan cümləni istəyir. Deməli, burada extreme weather hava şəraiti ilə bağlı, yəni New York çox soyuq olduğu üçün onlar Los Angeles'a köçmüşdülər. Burada qeyd olunub. Həm qiymət baha idi, həm də orada film çəkmək çətin idi. Çünki, baxın, it was difficult to make movies in winter because it was too cold. Yəni, hava şəraiti, həm də qiymətlərin baha olması, iki səbəb var idi. Amma bundan başlamağı daha uyğun olar. 13-cü sualda isə dəqiqə. Görə Los Angeles'a köçdülər. The land and workforce were expensive in London. Deməli, burada yazılıb New York was very expensive, was too expensive. Workers, land, taxes. Həm torpağı, həm vergiləri, həm işçiləri, hər şey baha olduğu üçün onlar buradan köçməli oldular. Amma Los Angeles'a, yəni New York bahaydı deyə Los Angeles'a köçdülər. 14-cü sualda dominate'in dominant, yəni başlıca, əsas sözünün izahını istəyir bizdən. O da D variantı olacaq. Burada
to be the most important or noticeable, yəni nəzərə çarpan və ən önəmli olan dominant, yəni dominate sözünün izahıdır. 15-ci sualla davam edirik. Hansı ki, ikinci mətnimizin açıq sualıdır. Hansı suallara cavab var? Yenə burada bizim düzgün cavablarımız birinci mətndə olduğu kimi 1 və 2-dir. Birinci sualda nəyə görə yeni bir şəhərə köçdülər? Bayaq qeyd elədiyimiz kimi New York baha olduğu üçün daha münasib olan Los Angeles'a köçdülər. İkincidə Los Angeles adının, yəni hardan gəlir adının mənbəyi. İlk cümlədə, ilk abzasda olmalıydı. Its name was Los Angeles, the name of the old Spanish mission. Deməli, qədim İspan missiyasından gəlmişdi onun adı. Ona görə də onun cavabı var. Amma digər suallara baxsaq, yəni 3, 4, 5. 3-də məsələn çaşdırıcı sualdır. New Yorku seçməmişdilər. Əksinə New Yorkdan getmişdilər. Ona görə bu seçilməyəcək. Hollywood adının hardan gəldiyi qeyd olunmayıb. Deməli, 21-ci əsr, burada Century Fox daha doğrusu adı nə vaxt Disney imperiyasının bir hissəsi oldu, onun da tarixi yoxdur. Yəni bu sadəcə bunun adıdır, tarix deyil. Ona görə siz çaşdırmasın. Və beləliklə mətnlərimiz bitdi. Keçirik qrammatika suallarına. Hı -hı. 16-cı sualla davam edirik. 16-cı sualda bağlayıcı sualıdır. Samantha çox yorğun idi. Amma o, deməli, gecə yarısına kimi TV-yə baxdı. Yorğun olmaq və TV izləmək əks əlaqə olduğu üçün biz də əks əlaqə bildirən bağlayıcıları seçməliyik. Bu da although və though. Yəni 3 və 6 olmalıdır. Digərlərini bir-bir qoysaz yerinə. Görərsiniz ki, cümlə tərcümə baxımından düz gəlmir. 16 C variantı olacaq. 17-yə baxırıq. Cavab A variantıdır. Çünki həm tərcümə, həm də qayda olaraq. Məsələn, dünən olduğuna görə bilirik ki, artıq keçmiş zaman var burada. Ona görə 3 məsələm avtomatik çıxar. Hansı ki, 3 olan variantlar B, C, Y gedir. Yəni, yes dediyindən can ola bilməz. Digər variantlarda tərcümə ilə tapılır. Məsələn, 4 də ola bilməz, çünki 2 inkar olmaz. Yəni, didn't-dan sonra no olmaz. Ona görə 4 də gedir. Əslində cavab qaldı 1-2, amma yenə də baxaq. Mən had to malı məlinin keçmişidir. Mən dünən banka getməli oldum. Çünki mənim pulum yox idi. 2-də isə mən dünən banka gedə bilmədim. Ona görə də pulum yoxdur. Yəni gedə bilmədim. Nəticə olaraq indi pulum yoxdur kimi. Bu tam doğrudur. Yəni 1-2. Bankdan yəni pul götürə bilməyib mənasında. 18-ci suala baxırıq. Deməli 18-ci sual dialoq qurmaqdır. Düzgün cavab B variantıdır. Hansı ki 3 ilə başlayır. Baxırıq 4 variant zaten 3 ilə başlayır. Biri 6 ilə, 6 ilə olan çıxır. 3 ilə başlayır. Hi, may I help you? Salam, necə kömək eləyə bilərəm? Daha doğrusu kömək eləyə bilərəmmi? 6. Yes, please. Could I have something for a cough? I think I'm getting a cold. Zəhmət olmasa, mən öskürək üçün dərman ala bilərəm. Mən soyuqlamışam, düşünürəm ki, soyuqlamışam. 8-ci cümlə gəlir. Well, I suggest a box of these cough drops. Deməli, öskürək damcısını məsləhət görə bilərəm. Sonra 2 gəlir. Thank you. Təşəkkür edir. Bəs deyir, quru dəri üçün nə təklif eləyə bilərsiniz? 7-ci. Try some of these new lotion. It's very good. Yeni losyonu yoxlayın. Bu çox yaxşıdır.
4. Greet, may I have 3 large bottles please? 3 böyük butulka, yəni qutu götürə bilərəm, zəhmət olmasa. 5. Okay, and more thing, my husband has no energy these days. Can you suggest anything? Deməli, enerjisi yoxdur. Yoldaşımın son günlərdə nə təklif eləyə bilərsiniz? Nəsə təklif eləyə bilərsiniz, daha doğrusu. 1. He should try some of these multivitamins. They are excellent. O, bu multivitaminlərdən yoxlaya bilər. Onlar əladır. Yəni, bir neçə xəstəlik üçün, problem üçün fərqli şeylər istədi və qarşı tərəfdə ona təklif elədi. B variantı. 19 ilə davam edirik. 19-da düzgün inkar cümlələrini istəyir bizdən. Dərs zamanı keçmişdik ki, had to, has to, have to deyə bir şey yoxdur. Ona görə 4 ilə olanlar hamısı gedir. Yəni 2 variant. Sonra boz olan cümlədən sonra inkar işlənə bilməz. Ona görə 3-də gedir. Qalır C variantı. Düzgün cavab yoxdur da deyil. Çünki düzgün cavab var. Tıdır. Məsələn, if she learns all the words by heart, no exams will be difficult for her. Yəni, bütün sözləri həqiqətən əzbərləsə, heç bir imtahan onun üçün çətin olmayacaq. Yəni, burada səhv bir şey yoxdur. Burada da nevə olduğuna görə, nevədən başqa gördüyünüz kimi inkar yoxdur. Ona görə cümlədə bir inkar var və tam doğru bir cümlədir. Yəni, bozla hadn't-a görə olmayacaq 3-4, yəni qalan variant C variantıdır. 20-ci sual düzgün formada məchul növbə keçirtmək. Bu da yeni keçdiyimiz mövzulardan biridir. Deməli, burada all the flowers hissəsi gəlməlidir mübtəda yerinə. Flowers cəmdə olduğu üçün have olacaq, haslər çıxır və mütləq məchulluğu göstərmək üçün been qoymalıyıq yerinə. Yəni, bütün güllər onun tərəfindən sulandı kimi. By him ola da bilər, olmaya da bilər, amma quruluş olaraq A variantı tamamilə doğrudur. Digər variantlar, məsələn, baxsaq, burada been yoxdur C variantında. D-də inkar var, inkar yoxdur cümlədə. Yəni, cümlənin özü inkar deyilsə, məchul növdə inkara çevirə bilmərik. Burada yəni, bay yoxdur, sonda bay olmalıydı və s. Yəni, A variantı tam doğrudur. Aşağıda da essay topikləri görürsünüz. Müvafiq qaydada yazılanlar qiymətləndirildi. İzlədiyiniz üçün təşəkkür edirik. Çox sağ olun.